Gecə düşəndə şəhər sur, işıqlar danışır, insan isə özünə qulaq asır. Bu kadrlar Çəmbərəkənd parkındandır. Bu park Bakının mərkəzinə yaxın yerləşən, 2022-ci ildə əsası qoyulan və qısa bir zamanda şəhərin ən sevilən istirahət məkanlarından birinə çevrilib. Park Səbail rayonunda yüksək ərazidə yerləşdiyi üçün tam fərqli bucaqdan şəhərə baxmaq üçün əlverişli və ideal bir məkandır. Xüsusilə axşam və gecə saatlarında park tamam başqa bir ab-hava yaradır. İşıqlar, sükut, sakitlik insanı özü ilə baş-başa qoyur. Çəmbərəkənd parkı gəzinti üçün, dincəlmək üçün, eləcə də belə sakit gecə vloqları çəkmək üçün çox ideal məkandır. Burada tələskənlik yoxdur. Sadəcə şəhərin sakit üzü var. Burada olmayanlar üçün də bu görüntüləri çəkdim. Kimlər olmayıbsa mütləq gəlsin.